Əgər bu video qarşınıza çıxıbsa, demək ki, doğru yerdəsiniz. Bugün sizlərə balqabağın faydaları haqqında məlumat vermək istəyirəm. Balqabaq çox faydalı və təbii bir tərəvəzdir. Tərkibində olan A, C, E vitaminləri immuniteti gücləndirir və bədəni bir çox xəstəliklərdən qoruyur. Göz sağlamlığı üçün çox xeyirlidir. Görmə qabiliyyətinin zəifləməsinin qarşısını almağa kömək edir. Balqabağın özü ilə yanaşı şirəsi də son dərəcə faydalıdır. Xüsusilə qaraciyəri təmizləməyə kömək edir. Səhərlər ac qarnına bir stəkan içildikdə bədəndən zərərli maddələrin atılmasını sürətləndirir və yükünü azaldır. Balqabaq şirəsi yuxu problemləri olanlar üçün də faydalıdır. Tərkibində olan vitamin və minerallar sinir sistemini sakitləşdirir, bədəni rahatladır və yuxuya getməni asanlaşdırır. Balqabaq şirəsi qan dövranını yaxşılaşdırdığı üçün ürək sağlamlığına da müsbət təsir edir. Ürəyi qüvvətləndirir. Təzyiqin tarazlanmasında böyük rol oynayır. Aşağı kalorili olduğu üçün arıqlamaq istəyənlər də istifadə edə bilərlər. Kosmetologiyada maska şəklində də yararlıdır. Dərini gözəlləşdirir, saç və dırnaqları möhkəmləndirir. Balqabağın şirəsi ilə yanaşı tumları da kiçik amma çox faydalı qidadır. Tərkibində zülal, A, C, K vitaminləri və maqnezium, dəmir, sink kimi minerallar çox olur. Bu möcüzəvi tərəvəzin tumunu həm quru halda qəlyanaltı kimi, həm də salat və yeməklərə də əlavə edilə bilər. Gündə kiçik bir ovuc tum yemək bədən üçün çox xeyirlidir. Xüsusilə qurdların təbii üsulla təmizlənməsinə kömək edir. Tərkibindəki birləşmələr bağırsaqdakı parazitlərin, qurdların bədəndən xaric olmasında çox effektlidir. Hər şeyin çoxu zərər olduğu kimi, balqabağın da çox istifadəsi zərərli ola bilir. Həzm sistemi narahatlığı, qarın ağrısı, ishala səbəb olur. Şirəsindən çox qəbul etdikdə fizioloji olaraq dəri rənginin saralması kimi özünü göstərir. Bu kimi faydalı videoların davamlı olması üçün kanalıma abunə olaraq və bəyənərək dəstək ola, bildirişləri aktivləşdirərək videolardan xəbərdar ola bilərsiniz.